Başlayaq biraz sual-cavabdan. Bir dənə mən adlara baxım qeyd edeyim, ona uyğun sual-cavab edeyim. Aqil müəllim, onda sizdən başlayaq, biraz ümumi keçkilərimizdən də sual-cavab eləyək. Aqil müəllim, okean cərəyanlarını yaradan əsas səbəblər nələrdir? Səs yoxdur. Okean cərəyanlarını yaradan əsas səbəblər daimi küləklər, Coriolis qüvvəsi, bunlar, həmçinin sahilin forması, materiklərin konfigurasiyası, bunlar okean cərəyanlarını yaradır və istiqamətinə təsir göstərir. Sonra Xəyalı müəllimə, hidroqrafa baxaraq biz nə haqqında məlumat əldə edə bilərik? Hansı məlumatları əldə edə bilərik? Çayın hidroqrafına baxaraq. Bəli, çayların illik su sərfini. İllik axım dəyişməsini müşahidə edə bilərik, düzdür. Bəs qida mənbəyini müəyyənləşdirə bilərikmi? Qida mənbəyini hidroqrafa baxaraq xeyr. Bəli, bilərik müəllimə. Çünki o maksimumlar, birinci maksimum qarpızlaq sularını ifadə edir. İkinci və üçüncü maksimumlar da yağış sularını ifadə edir. O qida mənbəyini müəyyənləşdirə bilirik hidroqrafa baxaraq. Ondan sonra həmin ərazidə iqlimin hansı formada illik dəyişməsi, bunları müşahidə edə bilərik. Sonra Nazlı müəllimə, sizdən soruşuram. Bəli, buyurun. Sena çayı, Luara çayı, Haronna çayı, Parana çayı, Reyn çayı, bunlar üçün ortaq cəhət nə olar? Delta yaradıldı. Bəlkə estuaridir müəllimə. Estuari. Bəli, estuaridir. Estuari formalaşdıran əsas səbəblər nələrdir? Estuari formalaşdıran. Çay sürətli gəlir, elə bir töküntü qalmır da, elə bir sahildə. Axım sürətinin böyük olması, sonra bəli. Çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması ola bilərmi? Bəli, ola bilər. Ola bilər, düzdür. Mənsətdə cərəyanın olması ola bilərmi? Bəli, yuyub aparır hər şeyi. Bəli, ona görə ola bilər. Yaxşı, Niger çayı, Orinoco çayı, Yana, Indiqirka çayları deltadır yoxsa estuaridir? Bunları tam yaxşı bilmirəm, çünki hələ testini işləməmişəm. Bunlar delta əmələ gətirən çaylardır. Sonra Kəmalə müəllimə sizdən soruşuram. Amudərya çayı Pamir dağlarından başlayır yoxsa Tiyanşan dağlarından başlayır? Rafael Babayev yazılmış, səhv eləmirəmsə Kəmalə müəllimə idi. Mən bildim bəlkə Kəmalə müəlliməyə sual verirsiniz. Amudərya nədir? Amudərya başlayır, Pamirdən Sırdərya başlayır, nədir? Tiyanşandan. Tiyanşan dağlarından. Dərsimizdə əlavə Sevinç Əkbərova var, onu qeyd edeyim. İki sual verə bilir. Sevinç Əkbərova müəllimə. Ebru da gəldi, Ebru xanım. Bəs müəllimə sizlə davam edək. Buyurun. Deməli, Mekong çayı hansı dağdan başlayır? Haradan başlayır? Mekong çayı nədir? Bunun Tibetdən başlayır Mekong çayı. Cənub-Şərqi Asiyadan axır. Hansı dənizə tökülür? Cənub üçün Mekong çayı yox, Siyam körfəzinə tökülür. Cənubi Çin dənizidir müəllimə. Siyam körfəzindən biraz şərqə doğru Cənubi Çin dənizinə tökülür. Delta əmələ gətirir ya estuari? Yox, deltalı çaydır. Deltalı çaydır, doğrudur. Yaxşı müəllimə, Neva çayı hardan başlayır, hara tökülür? Neva çayı tökülür Ladoqa gölünə. Onega çayından, Ladoqadan başlayır, Onega çayına tökülür Neva çayı. Yox müəllimə, Ladoqa gölündən başlayır, Fin körfəzinə tökülür. Fin körfəzinə tökülür. Yaxşı, yenə sizdən davam edək müəllimə. Mənə Munda tipli, tektonik əyilmədə olan bir, iki, üç dənə göl adı çəkin. Viktoriya gölü əyilmədədir, Xəzər dənizi əyilmədədir, platformanın əyilmə hissəsində. Amma tektonik sınmada Baykal, Tanganika, Nyasa, hətta Urmiya, Rudolf gölləri tektonik sınmada nədir olur? Əyilmədə Xəzər dənizi, Viktoriya gölü, Sad gölü, səhv etmirəmsə. Bəs Albert gölünü deyə bilərik mi? Hansına aid olar? Albert gölü də əyilmədədir. Sınmadadır müəllimə. Tektonik sınma. Qıra vermişim. Bəli, sınmadadır.
Aha. Yaxşı. Sonra kim gəldi? Ramilə müəllimə. Düz dedim adınızı. Bəli, müəllim. Aha. Ramilə müəllimə, siz mənə tektonik buzlaq və ya sırf buzlaq mənşəli göllərə misallar verə bilərsiniz və necə fərqləndirərik bunları? Buzlaq mənşəli göllər. Buzlaq və tektonik buzlaq. Bunların fərqi nədir? Misalları necə göstərərsiniz bizə? Deyim mi? Gözləyək Ramilə müəllimə cavab versin. Aha. Yox, bilmirəm. Cavabınız yoxsa mənə keçək istəyirsiniz? Bəli. Sen burada yerleşip yatırsan. Hadi hadi. Bak uşaklar var ya. Uşaklar değil. Her ev. Arda. Nerede var? Aha. Bayırda yatan yer. Dur Eski. keşke yer ben. Sen de hoş geldin bura. Necə hoş geldin. Dersin Vay var. vay yatıram. Rəqsanə müəllimə, keçək sizə. Bir yatarsın. Yok getiyen soğuk ora. Diye ne çağırıyordu? Hə? Rəqsanə müəllimə, sual verə bilirik sizə. Uyğundur? Bəli, müəllim. Aha. Siz zəhmət olmasa cavablandırın. Buzlaq mənşəli göllərə bir 5 dənə misal verin. Deməli, Winnipeg gölü, Ladoga gölü, Church gölü, Onega. Bu saydıqlarınız tektonik buzlaqdır. Çünki nisbətən daha böyük olduğuna görə. Buzlaq mənşəli göllərin daha iri olanları tektonik buzlaqdır. Çünki buzlaq o qədər böyük çökəklik yarada bilmir. Həmin ərazidə tektonik əyilmə olur. Buzlaq biraz da qazıyır onu. Ona görə buzlaq mənşəli göllərin daha iri olanlarını, böyük göllər sistemini, Winnipegi, Athabaskanı, Ladoganı, Oneganı, böyük göllər, böyük ayı göllərini biz tektonik buzlaq götürdük. Nisbətən xırda olanlar Venerin, Veterin, Melarin, Elmarin, Sayma, İmandra bu gölləri isə sırf buzlaq mənşəli göl götürürük. Sonra yenə sizə sual vermək istəyirəm. Alt bataqlıqlarla üst bataqlıqların 3 fərqini mənə deyin. Yəni alt bataqlıqlar üst bataqlıqlardan nə ilə fərqləndir? 3 dənə xüsusiyyət sayın. Deməli, alt bataqlıqlarda torpaqlarının qalınlığı daha çox olur. Üst bataqlıqlarda isə əksinə az olur. Bəlkə Alt əksinədir bataqlığın müəllimə. qalın mənbəyi yeraltı sulardır. Üst bataqlıq Müəllimə, torf qatını biraz dəqiqləşdirək. Altda çoxdur ya üstdə? üst bataqlıqlarda çox olar, alt bataqlıqlarda daha az. Bəli, düz deyirsiniz. Aha. Qidalanma mənbəyi üst bataqlıqlarda yağıntılardır, alt bataqlıqlarda yeraltı sulardır. Doğrudur. Aha. Üst bataqlıqlardan gübrə istifadə olunurdu. Yox, əksinə müəllimə. Alt bataqlıqdan gübrə kimi istifadə olunur. Çünki üzvi tərkib zəngin olduğuna görə. Üst bataqlıqlardan isə torf yanacaq kimi istifadə olunur. Alt bataqlıqlar rütubətlənmə əmsalının kiçik olduğu ərazilərdə, subtropik mülayim ərazilərdə, çöl zonalarında, səhra və yarım səhralara yaxın ərazilərdə formalaşa bilir. Üst bataqlıqlar isə ekvatorial, mülayimin daha rütubətli, subarktik bölgələrdə daha çox formalaşır. Şahanə müəllimə, sizdən soruşa bilirəm. Axşamınız xeyir mənim, buyurun. Mənə zəhmət olmasa bataqlıqların yaranma səbəblərini bir neçəsini saya bilərsiniz. Niyə bataqlıqlar formalaşır? Bir də bataqlıqları öyrənən elm necə adlanır? Bataqlıqları öldürürüm. Hı-hı. O yadımda deyil. Glaciologiya. Yox, bu buzlaqdır müəllimə. Telematologiya. Dermatologiya, bəli. Bəli. Aha. Sfagn mamrının bitməsi ilə başlayırdı. Aha, doğrudur. Aha, sonra daimi buzlaq donuşluq olan yerlərdə su keçmir, üstə qalır. Çox ifrat rütubətlənmə olur. Ona görə də bataqlıqlar yaranır. Üst bataqlıqlarda, alt bataqlıqlar ekvatorial boyu ərazilərdə olduğuna görə orada da yağıntıların həddən çox yağmasıdır. Yox müəllimə, burada bir səhviniz var. Alt bataqlıqlar ekvatorial boyu ərazilər yox, nisbətən quraq ərazilərdə olur. Alt bataqlıqlar. Bəli. Çünki sırf yeraltı sularla ekvatorial ərazilərdə özümüz fikirləşək. Yeraltı suyun nə kimi əhəmiyyəti olacaq? Onsuz da hər tərəf hər gün yağıntı ilə örtülüb. Bol yağış var. Yəni düşünün, rütubətlənmə əmsalı təxminən 2-yə bərabərdir. Buxarlanma qabiliyyətindən 2-3 dəfə artıq yağıntı yağır onsuz da. Yeraltı sular biraz daha su çıxardı ya çıxarmadı. Nə fərqi var? Hər tərəf onsuz da bataqlıqdır. Amma bu bataqlıq yağıntının çoxluğuna görədir. Alt bataqlıqlar çöl, meşə çöl, hardasa daha quraq olan səhra yarım səhraya uyğun olan ərazilərdə formalaşır. Deməli, yeraltı suların yer səthinə qalxması ilə bağlı olanlar əsasən alt bataqlıqlara aiddir. Torf qatı qalın olurdu burada, nazik olurdu burada. Granul kimi istifadə edən ölkələr var idi. Çin idi, sonra Almaniya idi, Belçika idi desəm.
Torf qranullarından, daş kömür qranullarından da istifadə edirlər o dediyimiz ölkələr. Qranul sadəcə o hissəyə verilən addır. Tərkibi başqa-başqa ola bilər. O yanacaq kimi müəyyən bir hissələr hazırlayırlar, ona deyirlər qranul. Sırf bir mənbədən olacaq deyə bir şey yoxdur. Yəni torf da ola bilər, daş kömür də ola bilər. Yaxşı, qurun suları iki yerə bölünür də, düzdür müəllimə? Bəli, Bunları necə fərqləndiririk? qurun sularını fərqləndirmək deyəndə ki, yəni arteziyanla kəhri sular, onlar Yox müəllimə. Sırf qurun suları şirin sulu olanlar, şor sulu olanlar. Düzdür? Bəli. Bunların yaratdığı təsirləri necə fərqləndirərik? Şirin sular intrazonal landşaft əmələ gətirirdi. Yer səthinə yaxındır şirin sular, onda meşə zolağı yaradır. Məsələn, bizdəki o Tuqay meşələri filan. Şor sular səthə yaxın olanda artıq torpaqların korlaşmasına gətirib çıxardır da. Su buxarlanır, duzlar ki yerdə qalır, minerallar, şoranlaşdırır torpağı, rekultivasiyaya ehtiyac yaranır. Məsələn, Almaniya Polşa ovalığının şimal hissəsində deyək ki, qurun suları şirindir və yer səthinə yaxındır. Burada intrazonal landşaft yaradar mı? Almaniya Polşa ovalığında soyuq havaya görə bəlkə yaradar, məncə iynə yarpaqlı meşələr yaradırlar da, yox? Yox, o qədər fərq eləməyəcək. Çünki şirin qurun suları intrazonal landşaft o vaxt yaradır ki, həmin ətrafda meşə yaranması üçün şərait olunmur, quraq ərazisi olur. Olmur. Bəli, burada əlavə rütubətli. Bəli, orada dəniz rütubətlərindən. Oldu da rütubətlidir həmin yerlər. Almaniya Polşa ovalığının şimalı oldu, mülayim dəniz iqlim, bol rütubət alır. Ona görə də formalaşmayacaq. Müəllimə, Nasir su anbarı hansı ölkələrin ərazisindədir? Nasir, Misirindir də desən. Bir də Sudan ərazisinə düşür. Sudanındaydı. Buxtarma su anbarı hansı ölkədədir? Buxtarma Türk mahalı idi də Rusiyanın tərkibində məncə. Yox, Qazaxstan ərazisinə düşür. Qazaxstandadır. Bəli, Qazaxstandadır. Hansı çayın üzərindədir? Irtışın. Bəli, Irtışın üzərindədir, doğrudur. Su anbarı, bir çayın üzərində iri su anbarı yaratmağın mənfi təsirləri nələrdir? Mənfi təsir ərazilər çox böyük bir ərazi su altında qalır. Ondan sonra daşarsa və yaxud da bənd uçarsa böyük bir sahə su altında qalacaq yenə. Sonra səth sularının yeraltı suların səthinə yaxın olmasından nəticələnir. Doğrudur. Bəs bənddən aşağıda torpaqların münbütlüyü azalar mı sizcə? Azalar, çünki artıq tənzimlənmiş çay olur. Ətraf ərazilərin suyu biraz quruyur. Daşqın və su basmaların təsirini azaltmaq üçün çayın meandrlarını kəsib düzəltsək, müsbət nəticə alarıq. Meandrını kəsib düzəltsək. Bu bir tədbir kimi iştirak edə bilərmi? Heç mənim o barədə heç bir kitabda rastlaşmamışım meandrı kəsib düzəltmək. Bəli, təsir edir müəllimə. Çünki daşqın və su basmalar zamanı meandrlar çox olanda çayın sürətli axımı zamanı bilir ki, daşqın su basma necə olur? Daha böyük axım gəlir, daha sürətli gəlir. Bu meandrlar bərabər materiallar da gətirir. Təbii ki. Orada ilişir, daha böyük bir növ tıxaclar, probkaları yaradır və daşqın su basmalara səbəb olur. Çünki həmin meandrlar əvvəlki axına görə tənzimlənir. Burada elə bir ki, həmin meandrları kəsib düzəltməklə daşqın su basmalarının da qarşısını almaq olur. Xəyal müəllimə? Bəli, eşidirəm. Bəzi göl adları çəkirəm. O göl adlarının hansı ərazidə olduğunu, yəni xəritə olaraq soruşuram da sizdən. Məsələn, Qardı gölü hansı ölkədədir? İtaliyada. İtaliyadadır. Boden gölü? Boden Fransada olmalıdır. Almaniyadadır müəllimə. Xupsugul gölü? Hansı? Xupsugul. Xupsugul Monqostan ərazisinə düşür. İsrail və İordaniya ərazisində yerləşən göl? Ölü dəniz. Ölü dənizdir, doğrudur. Balxaş gölü Qırğızıstandır yoxsa Qazaxstan? Balxaş Qazaxstan. Qazaxstanda yerləşir müəllimə, doğrudur. Sürix gölü hansı ölkədədir? Hansı göl müəllim? Sürix. Eşitməmişəm acı. Sürix. Sürix. İsveç ərazisindədir, doğrudur.
İsveçrə. İsveç yox da İsveçrə. İsveçrə. Aha. Mhm. E, bu göl mənşəyinə görə tektonik relik mənşəli göldür. Nisbətən balaca göldür, digər göllərə nəzərən. Göldən ilin rütubətli dövründə bodele çökəkliyinə su axını olur və ilin müəyyən dövründə axarlı hesab olunur. Sizcə hansı göldən söhbət gedir? Bir də təkrarlayın müəllimə. Baykal gölündə. Zəhmət olsun mən bir Gölüdür, də Çad gölü, Çad gölü. Bəli, Çad gölüdür. Baxın, Çad gölü mənşəyinə görə tektonik relikdir. Nisbətən digərlərinə baxanda balaca göldür Afrika göllərində. Göldə ilin rütubətli dövründə, orada subekvatorial ərazidə yerləşir axı, rütubətli dövrdə su artır və ətrafda yerləşən bodeli adında bir çökəklik var. Həmin çökəkliyə axın baş verdiyi üçün göl ilin müəyyən dövründə axarlı hesab olunur. Aha. Sonra bəli. O vaxtı Çad gölü axarsız göldür. Duzludur ona görə. Bəli, Bu bəli. axarsız göl. Ümumi götürəndə bəli, duzlu göl hesab olunur, amma ilin rütubətli dövründə oradan axın başlayır bodeli çökəkliyinə. Nazlı müəllimə, sizdən soruşum. Buyurun. Aha. Missouri çayı hansı dağdan başlayır? Missouri Kordilierdən. Kordilyerin hansı hissəsindən? Hmm. Qayalı dağlardan Qayalı başlayır. dağlar. Bəli, qayalı Qayalı dağlardan dağlar. başlayır. Daxil hissə. Mississippi çayının ən bol sulu qolu hansıdır? Mississippi. Ohio, Arkansas. İndi bunlardan hansıdır ən bol sulu olanı? Ohio. Ohio. Hardan başlayır? Appalaç Ohio. Bu da dağlarından Meksika. başlayır. Appalaç dağlarından Appalaçdan başlayır. Biraz ona görə bəli, ona görə xəritə yönümlü biraz soruşuram. Yaxşı, böyük göllər sistemində Nazlı müəllimə hansı göldür ki, sırf bir ölkənin ərazisində yerləşir, sərhəd təşkil eləmir? Mən hidrosferi tam oxumamışam, onun görə üzrü sayım. Ha, canı sağ olsun müəllim. Michigan gölüdür. Böyük göllər sistemi 5 dənə böyük göl vardı orada böyük göllər sistemində yuxarı. Huron, Ontario, Erie. Bəli, Michigan, Huron, Erie, Ontario. Bunların 4-ü ABŞ-Kanada sərhədidir. Yalnız Michigan sırf Amerika Birləşmiş Ştatlarının ərazisinə aid olur. Sonra Rafael yazılan hansı müəllimə idi? Mən, yəni Kəmalə müəllimə idi, düzdür? Bəli, eşidirəm, buyurun. Aha. Kəmalə müəllimə, sizdən Azərbaycan çaylarına aid suallar verəcəm sizə. Buyurun. Qudyal çay hansı dağdan başlayır? Qudyal çay Azərbaycan dağlarında formalaşan çaydır. Böyük Qafqazdan başlayır, Xəzər dənizinə tökülür. Aha, daha konkret desək müəllimə, hansı dağdan? Səhv etmirəmsə, nədir? Bazar düzüdür, səhv etmirəmsə. Yox, Salavat aşırımından başlayır müəllimə. Salavat aşırımı. Salavat aşırımından, düzdür, hə, yanlışdır. Yaxşı müəllimə, Həkəri çay hansı dağdan başlayır? Sizdən soruşacağam bir 5-6 sualı. Həkəri Qarabağ vulkanik yaylasından başlayır. Həkəri. Yeraltı sularla qidalanır, kirə tökülür. Yox müəllimə, Araza tökülür. Hansı dağdır? Araza tökülür. Necə? Dağın adı. Həkəri çayı. Dəli dağdan başlayır. Dəli dağdan. Dəli dağın hündürlüyü nə qədərdir? 4400 3616 metrdir. 16. Müəllimə, 3629 metr hündürlüyündə olan dağdan başlayan çayımız hansıdır? 3629 dediniz. Bəli. 3629. Bu 3629 ən çox Kiçik Girdiman çayı. Girdiman, Baba dağdan başlayan çay, hə? Girdiman çayı. Məncə odur. Göl çayıdır müəllimə, göl çay. Göl çayı. Göl çayı başlayır. Yaxşı. Sonra yenə davam. Qusar çay hardan başlayır müəllimə? Qusar çay Bazar düzü dağından başlayır, Xəzər dənizinə tökülür. Bəli, Bazar düzündən başlayır. Aha. Sonra Rabilə müəllimə sizdən soruşum. Rabilə müəllimə, eşidirsiniz? Bəli, işte. Mən də hidrosferi oxumamışam. Canlı sağlıqda burada nə var ki, sual-cavab edirik də, təkrar adına soruşuram. Yaxşı, biosferə də keçərəm birazdan. Bir neçə sual su anbarlarından soruşum. Müəllimə, Cavanşir su anbarı hansı rayon ərazisində? İsmail. Ağsudur, yoxsa İsmail? Ağsudadır müəllim. İsmail. Yaxşı, Pirsaat çay su anbarı hansı rayon ərazisinə düşür?
Suzum Abşeron Qobustan Abşeron ərazisindədir də. Baxın, həmişə mən Hacı suallara salanda, suallarda Pirsan çay soğan barını saldıram. Çoxu yoldaş da Qobustan Abşeronu götürür, sırf ona görə qeyd edirəm. O Hacıqabul rayonunda düşür. Hacıqabul Bəli, Hacıqabul Pirsan düşür. çayı Azərbaycanda ən böyük formalaşan çaydır. Nədir Pirsan çayı? Bəli, baxım olaraq doğrudur müəllimə. Ramilə müəllimə, yaxşı. Bəli. İlk bakteriyalar və su yosunları hansı dövrdə formalaşıb, hansı eralarda? Arxeik proterozoy. Aha. Orta məktəb dərsliyinə əsaslanırıqsa, onda belə bir şey deyək. Çılpaq toxumlar nə vaxt formalaşıb, hansı erada? Mezozoyda. Paleozoy yazılmışdır da orta məktəb kitabında. Üst paleozoy. Bəli, Toxumlu paleozoyda, örtülü toxumlu isə mezozoyda. Bəli. Onu bir addım qabağa atırdıq da. Biz dedik ki, orta məktəb kitabına əsaslanmalıyıq. Çox da müzakirə eləmədən. Deməli, çılpaq toxumlar olurdu üst paleozoy. Üst paleozoy. Mezozoyda isə örtülü toxumlar olurdu. Aha. Bəs ilk quşlar nə vaxt yaranıb, Ramilə müəllimə? Mezozoyda. Mezozoyda formalaşıb. Doğrudur. Aha. Biosenoz dedikdə nə başa düşürük? Biosenoz deyəndə bütün heyvan, mikroorqanizmlər, bitkilər hamısının toplusu biosenoz adlanır. Aha. Doğrudur. Bitki, heyvan, mikroorqanizmlər. Aha. Doğrudur. Sonra keçim Rəqsanə müəllimə, sizə keçim biosferdə. Uyğunsuz? Rəqsanə xanım, uyğunsuz? Bəli. Aha. Mənə zəhmət olmasa torpaq əmələ gətirən amilləri sayın. Torpaq əmələ gətirən amillər iqlim, relyef, aşınma, antropogen təsir, zaman, ərazinin flora faunası və s. Yeraltı sular, düzdür, zaman dedikdə bunları, relyef. Səth suları. Aha. Yaxşı, relyef torpaq əmələ gəlmədən nə kimi rol oynayır? Zaman keçdikcə deməli yüksək dağlıq ərazilər ya da çox aşınmış ərazilərin çuxurları torpaq əmələ gəlmədə rol ola bilər. Aşınma nəticəsində yəni. Müəllimə, burada məsələ nədir bilirsiniz? Aşınma qabığının toplanmasıdır. Yəni dağlıq ərazilərdə, meyilli çox olan ərazilərdə aşınma qabığı çox toplanmır. Düzənliklərdə isə aşınma qabığı çox toplanır. Aşınma qabığının toplanması torpağın əmələ gəlməsinin sanki elə başlanğıcıdır. Yəni relyef bu şəkildə rol oynayır. Torpağın horizontunu yuxarıdan aşağıya doğru ardıcıl mənə sayın. Ən yuxarıda deməli akkumulyasiya qasıdır, yəni toplanma qası. İkinci qas yuyulma qasıdır. Bunun başqa adı nədir? Aha. Yuyulma məhsulu. Davam edin. Illüvial. İkinci qas həm də illüvial qası. Üçüncü qası illüvial qası, yəni yuyulma məhsullarının toplandığı qas. Ən axırıncı ana suxur hesab olunur. Ana suxur və yaxud da torpaqaltı qat hesab olunur. Aha. Bu qatda gilli suxurların çoxluğu bu hissənin kip olmasına səbəb olmuşdur. Hansı qatdan söhbət gedir? Ana suxurdan. Xeyr, müəllimə. İllüvial qatdan söhbət gedir. Yəni yuyulma materiallarının toplandığı qatdan. Aha. Bu qat praktik olaraq. Bir dənə sual vermək. Buyurun. Mən bu illüvial qatda humus qatı var. Baxın, illüvial yox. İllüvial, ilə bu var. Münbit qat deyəndə hansı qatları götürürük? Birinci qatı götürürük, bir də üçüncünü. Yəni A2 olanı götürürük orada. Yox müəllimə, yox. A2-ni götür. A1 ilə B-ni götürürük. A1 humus qatıdır. B isə illüvial qatdır. Hə, illüvialı götürürük. Hə. Bəli, ilə olan illüvialı götürürük. Və elə ona aid sual verəcəydim. Elə siz soruşdunuz. Belə bir sual verirəm. Deyirəm ki, bu qatda humusun miqdarı çoxdur. Rəng tündür, tünd qara rəngdədir əksər hissədə. Ancaq praktik olaraq bura heç bir şəkildə kənd təsərrüfatında iştirak etmir, istifadə olunmur. B qatı? Bəli, B qatı olur da. Çünki bunlarda yuyulma qatı.
Bəli, illüvial qat. Çünki humus qatında biz əkinləri həyata keçirdik axı. Bilirsiniz, niyə illüvial qatda çöküntü, keyfiyyətli məhsul daha çox toplanıb? Çünki orada gilli suxurlardır. Yuyulma qatından yuyulan bütün nə məhsul varsa hamısı gedib orada toplanır. Yığılır. Necə ki, bu yeraltı sularda var idi. Su keçilən suxurlardan hatta gedib su keçirməyən üzərində toplanırdı. Ona oxşuyur biraz. Aha. Sonra davam edək. Xəyalı müəllimə, yeniden qayıdaq sizə. Bəli. Aha. Xəyalı müəllimə, mən torpaq tipi adı çəkirəm sizə. Siz həmin torpağın hansı iqlimdə, hansı təbii zonada və hansı aqroiqlim şəraitində formalaşdığını mənə deyirsiniz. Aqroiqlimdə. Bəli. Qırmızı qonur, qırmızı sarı torpaqlar. Qırmızı qonur, qırmızı sarı. Bəli. Müəllim, o dəyişkən rütubətli olacaq. Qırmızı sarı, qırmızı qonur torpaqlar. Yox müəllim, onu keçən dəfə dönə-dönə demişdim. Qırmızı ferralitdir dəyişkən rütubətlidir olan. Qırmızı qonur, qırmızı sarı savanna seyrək meşələri torpağıdır. Aha. İqlimi hansı olur? Subekvatorial və tropik dəniz. Tropik dəniz. Amma Avustraliya və Şimali Amerika üçün istisnası var. Hansı iqlimdə formalaşır? Tədidiniz, mən başa düşmədim. Avstraliyanın nə? Avustraliya və Şimali Amerikada savanna seyrək meşələr yalnız subekvatorial tropik dənizdə yox, subtropikdə də bir balaca formalaşır. Bəli, subtropikdə də var. Bəli. Çöllər dediyi o. Ola bilər mənim. Tropikdə də olar savanna seyrək meşələr. Adi tropikdə. Bəli, bəli, tropiki dəniz hissələrində də formalaşır da müəyyən hissələrdə. Burada sizcə aqroiqlim ehtiyatları, fəal temperaturların cəmi neçə dərəcədən çoxdur? Neçə dərəcədən çoxdur? Bəli. Fəal temperaturların cəmi vardı. Biz danışmışdıq bu hafta. Dərsdə olmamışdım. 1200 olardı. Müəllimə, deməli 1200-dən az, 1200, 4000, 4000, 8000 arası və 8000-dən yüksək. 8000-dən yüksək olan ərazilər subekvatorial, tropik və ekvatorial bölgələr. Deməli, bu torpaqlar fəal temperaturların cəminin göstəricisinin 8000 və daha çox olduğu ərazilərdə formalaşır. Aha. Yaxşı, müəllimə. Çimli podzol torpaqlarla podzol torpaqların fərqi nədir? Təbii zona olaraq. Çimli podzol torpaqlar qarışıq meşələrdədir. Podzol torpaqlar tayqa, iynəyarpaqlı meşələrdədir. Tamamilə düz deyirsiniz müəllimə. Bəs torpaq əmələ gəlmək üçün ideal şərait hansıdır? Əlverişsizdir. Nisbətən ideal şərait çimli podzolda olar, qarışıq meşələrdə. Yox, ümumiyyətlə soruşuram. Torpaq əmələ gəlmək üçün ideal şərait deyəndə biz nəyi nəzərdə tuturuq? Temperatur burada 20 dərəcədən yuxarı olsun. Yox müəllimə, 10 dərəcə ilə 25 aralığında. Bəli, 10-25 aralığı olsun, 20-dən yuxarı. Bir də rütubətlənmə əmsalı, rütubətlənmə vahidə yaxın olsun. 0.5 ilə 1 arasında olsun. 0.5-dən aşağı olanda quraqlıq sayılır. Hətta 0.3-dən aşağı olanda izafi rütubət sayılır. 1-dən də yuxarı olanda ifrat rütubət sayılır. Burada hər iki şəraitdə torpaq əmələ gəlmək üçün uyğun vəziyyət yaranmır. 0.5 ilə 1 arası çox ideal hesab olunur. Hətta ən dəqiq formada desək 0.6 ilə 0.9 arası. Yaxşı, davam eləyək müəllimə. Deməli, Nazlı müəllimə ilə davam eləyirəm. Bəli. Nazlı müəllimə, təbii komplekslər iki yerə bölünür. Qurudakı təbii komplekslər, bir də okeandakı təbii komplekslər. Bunları biz necə fərqləndiririk? Qurudakılar iqlim deyiləm, yeraltı sular, səth sularıdır. Aha, daha doğrusu suxurları. Qurudakı təbii kompleksləri formalaşdıran səbəb iqlimdir, relyefdir, bir də səth suxurlardır. Bunlar görüntüsünə görə fərqlənir, düzdür? Bəli. Bəs okeandakı təbii komplekslər nəyinə görə digərindən fərqlənir? Orada canlı aləmdə okean dibinin relyefidir. Elə bil suda həll olunmuş mineral maddələrdir. Düz deyirsiniz. Tamamilə haqlısınız müəllimə. Nazlı müəllimə, ekvatorial ərazilərdə küləyin sürəti ümumiyyətlə götürəndə çox aşağıdır.
Aha. Hətta belə bir mən sual salmışdım, xatırlayıram. Tropik enliklərdən ekvatoriala doğru getdikcə passat küləklərinin sürəti necə dəyişər deyə. Azalır. Azal. Bəli, getdikcə azalır. Həm də kitabda da deyilir, passat küləkləri zəif küləklər kimi əsaslandırılır. Passat küləkləri belə deyək də müəllim, ekvatorial ərazilərdə zəif küləklərdir. Yoxsa ümumi götürəndə tropik ərazilərdə o ticarət küləkləri hesab olunurdu qədimdən də. Yəni xeyli təsir göstərir gəmilərin hərəkətinə. Sadəcə ekvatorial ərazilərə çatanda o zəifləyir. Doğru. Səbəb nədir ki? Səbəb çünki müəllimə, ekvatorial ərazilərə doğru gəldikcə o təzyiq fərqi getdikcə itir axı. Hə. Çünki düşünün tropiklərdə o yenən havada yüksək təzyiq var. Ekvatorialda qalxan havada alçaq təzyiq var. O yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir. Yaxınlaşdıqca o fərq bağlanır. Artıq ekvatorial ərazilərə çatanda yenidən yuxarıya doğru qalxır. Sonra Nazım müəllimə belə bir sual verim sizə. Bu suxurların dövranında ən birinci, başlıca yaranan suxurlar hansılardır? Necə yəni effuziv intruzivdən deyirsiniz? Bəli, bəli. Suxurlar dövran eləyir də, düzdürmü? Maqmatiklər çökməyə, nə bilim, çökmə metamorfikaya belə fırlanır da, dövr eləyir. Hə. Suxurların dövranı var. Ən birinci yarananı hansıdır bunun kökü? Məncə maqmatikdir. Ən çox da yarı təbiətdə qranit bazalt. Doğrudur müəllimə. Elə bil ki, suxurlar vulkan zamanı, vulkanik proses zamanı elə bil səthə çıxan suxurlar effuziv olur, məsaməli olur, yüngül olur. Zamanla elə bil ki, təzyiqə uğrayır, temperaturdan belə dəyişir o metamorfik. Yaxşı, elə bu yerdə bir dənə sual vermək istəyirəm. Metamorfik suxurlar həm çökmədən, həm də maqmatikdən ola bilərmi? Ola bilər, hə. Nəsə belə bir şey var idi. Bəli, həm çökmənin, həm də maqmatik suxurların dəyişilməsi nəticəsində metamorfik suxurlar formalaşır. Suxurların dövranı zamanı bu formalaşan metamorfik suxurlar kütləsi ki var ha. Bax o gedir axırda astenosfer qatına birləşir. Ora qarışır. Yumşaq təbəqəyə. Bu hansı ərazilərdə baş tutur? Subduksiya zonasında. Su ilə quru, hə. Subduksiya zonasında vulkanik yer qabıq var ha. Bax o materikin altına gömülür. O gömülmə də gedir, əriyir və astenosfer maddəsinə qarışır. Astenosfer maddəsinə qarışdıqdan sonra o astenosferlə yenidən o yayılır və rift ərələrində yenilənir. Deməli, ən cavan suxurları biz rift ərələrində görürük. Və onu şəkil olaraq da mən göstərim. Düzdür, mövzudan mövzuya keçdik, amma sadəcə özümə maraqlıdır. Buna görə soruşdum. Mən səhifə 66-nı açım. Səhifə 66. Baxın müəllimə, buranı görürsünüz. Bax, bu hissələrdə ən cavan yer qabıqdır. Buralarda formalaşıb getdikcə yaşlanır. Və nəticədə gəlir, bax görürsünüzmü? Bu yaşlıdır, gəlir burada subduksiya zonasıdır. Gəlir astenosferə daxil olur, orada birləşir. Sonra yenə mən davam edeyim, müəllimə sizdən soruşum bir neçə sualı. Bu təbii zonada yağıntının miqdarı təxminən 1000 mm-dir, bəzən 800 ola bilər, bəzən 1000-dən də çox ola bilər. Bu təbii zonada rütubətlənmə əmsalı 800/700 olaraq biz testlərdə çox görürük. Rütubətlənmə əmsalı vahiddən böyükdür dediyimiz kimi və bu təbii zonada yay ayları sərin, qış ayları mülayim. Hansı təbii zonadır? Mülayim olar. Mülayim deyə təbii zonamız yoxdur müəllimə. Mülayim, qurşaq. Çarıqdım. Düz deyirsiniz. Mülayimdə nə? Rütubətlənmə misalı. Dəniz. Mülayim dənizdə hansı təbii zonadır? Torpağı da qonurdur. Bəli, enli yarpaqlı meşələr. Enli yarpaqlı meşələrdir, bəli. Rütbətlənmə əmsalı 400/600 olarsa hansı təbii zonadır? Sıfır tam nə qədər elədi? Çöl və meşə çöllərdir. Vahidə yaxındır amma
0,6 falan eləyir də. Rütbətlənmə əmsalı 350/300-dürsə hansı təbii zona? Ekvatorial. Yox, müəllim, olar mı elə? 350/300. Yox, Tayqa zonasıdır. Bəli, Əmsalı bir gördüm. 350 azdır axı, hə. bəli. Tayqa təbii zonasıdır. Yaxşı müəlliməm, mənə landşaft formalaşdıran azonal amilləri izah edin. Yeraltı sular, Aha, relyef, yeraltı sulardır. süxurlardır, geoloji quruluşdur. Yəni iqlimdən təsirlənməyənlər. Bəli. Zonal olan amillər də torpaq, temperatur, təzyiq, duzluq bunlardır. Sonra Kəmal müəllimə sizdən soruşum. Bəli, buyurun. Mənə sutkalıq ritmlərə gecə-gündüzdən başqa bir nümunə verin. Briz, dağ-dərə, Aha. briz, dağ-dərə, gecə-gündüzün yaranması sutkalıq ritmiklik hadisədir. Sonra qabarma çəkilməni də deyə bilərik. Aha. Boru hadisəsini də deyə bilərik. Bunlar hamısı sutkalıq ritmiklik hadisələrdir. Şehin düşməsini də deyə bilərik mi müəllimə? Təbii ki, o da şeyin düşməsi onu da deyə bilərik, bəli. Çünki o da havanın sürətlə soymasından olur. Onu da deyə bilərik. Sürətlə soyulması, indi bir dənə burada sual vermək istəyirəm. Sürətlə soyulması zamanı temperatur neçəyə qədər enə bilər maksimum? 0 dərəcəyə qədər. Ondan o yana yenə bilməz. Maksimum 0-dır. Heç 0 da olmaz müəllimə, müsbət olar. Müsbətdir, bəli də. Yəni 0-a qədər də ardasa. Bəli, 0 olsa necə olacaqdı? Qrova çevrilər o zaman. Bəli, qrova çevrilər. Bəs hava buludlu olsa? Buludlu olsa artıq yağışdır, doludur. Topa buludlardır da. Topa buludlar olanda yağış yağar, dolu olar. Və yaxud da kütük buludluq olarsa laylı buludlar olar. Laylı buludlar olan zaman çiskin yağışlar yağar. Belə bir cümlə desəm düzgün olarmı? Tut istehsalı Cənubi Asiyada subekvatoral iqlim şəraitində baş tutur və yüksək əmək tutumludur. Tut istehsalı bəli, düzdür. Cənubi Asiyadadır, ən çox Hindistanda, Cənub-Şərqi Asiyada üstünlük təşkil edir. Bəli, onlar əmək tutumludur. Tutdur, ondan sonra çəltikdir. Bunlar çox əmək tutumlu nədir? Yaxşı, müəllimə, çəltiyin əkin sahələri çox böyükdür, amma Qarğıdalda beynəlxalq ticarəti zəifdir. Niyə? Çünki birincisi çəltik olan yerlərdə alıcısı da özüdür. İxracatı da, idxalı da özünə aiddir. Cənub-Şərqi Asiyanın. Bu baxımdan da bu ölkələr üçün ən çox məxsus olduğu üçün ixracatda zəifdir, bəli. Qarğıdalı da vətəni Amerikadır. Amerika Qarğıdalıdan özü heyvandarlıq üçün istifadə edir. Amma inkişaf etməkdə olan ölkələr üçün əhalinin tədarikində istifadə olunur. Yəni, özlərində heyvandarlıq, amma inkişaf etməkdə olan ölkələrdə əhalinin tədarikində istifadə olunur. Onun üçün də Qarğıdalı ilə çəltiyin fərqi bundadır ki, çəltik satılır, ixracat yalnız özlərinə ən çox satılır. Yəni, belə deyək də, harada əkilirsə, demək olar ki, oradakı əhali həmin məhsulun istehlakçısıdır. İstehlakçısıdır, özləri istifadə edir. Bəli, Cənub-Şərqi Asiya ən çox üstünlük bundadır. Həm də çox əmək tutumludur, çox əmək tutumludur. Müəllimə. Bir də yağıntıya, rütubətə çox ehtiyacı olan bir təsərrüfatdır. Yağıntıya. Aqroiqlimə çox tələbkardır, doğrudur müəllim. Aqroiqlimə çox tələbkardır. Qummi arabik bitkisi hansı materikdə becərilir, hansı sahələrdə becərilir və yığılır? Nə dediniz onun adına bir də deyin? Qummi arabik. Arabik, bunun adından belə düşünürəm ki, bu Ərəbistan olar. Arabik, düzün sözü. Afrikada. Afrikanın səhra yarımçağlarında. Ola bilər. Sonra burada belə küncdə bucaqda qalmış məlumatlar olur. Onları da soruşuram ki. Maraqlıdır. Mən özüm üçün sevirəm elə onları. Azərbaycanda xəzli heyvandarlıq sahəsində hansı heyvan yetişdirilir? Xəzli. Ümumiyyətlə, Azərbaycanda xəzli heyvandarlıq çox, bilmirəm, vardırsa açığı heç eşitməmişəm. Xəzli heyvandarlıq ən çox Rusiya məxsusdur. Rusiyada daha çox xəzli heyvandarlıqdan istifadə edirlər. Azərbaycanda
Eşitməmişəm xəz Qara, heyvanı. hə, nəyə görə deyirəm? Bu kitabın küncdə bucağında qalandı. Bataqlıq qunduzu yetişdirilir. Bəli, Ağstafa rayonunda. Bataqlıq ərazilərdə olan bir ərazi. Amma ən çox xəz heyvandarlıq Rusiya məxsusdur. Ümumiyyətlə şimal bölgələri üçün məxsusdur. Təbii ki. Kanada, Doğru. Rusiya. Düz deyirsiniz. Aha. İndi mən istəyirəm ki,